Salam, hər vaxtınız xeyir. Bugün coğrafiya din qəbul suallarından birini izah edərik. Sualımızda deyir ki, Laçın və Kəlbəcər rayonlarına xas olan ümumi xüsusiyyətləri müəyyən edin. Laçın və Kəlbəcər inzibati rayonları Kiçik Qafqaz vilayətində Şərqi Zəngəzur iqtisadi coğrafi rayonunda yerləşən inzibati rayonlardır. Bir də deyir ki, ərazilərində perlit yataqları var. Bu yanlışdır, bu yalnız Kəlbəcərə uyğun xüsusiyyətdir. Laçında perlit yatağı yoxdur. İxrac neft kəmərləri mövcuddur. Heç birində ixrac neft kəməri yoxdur. Çünki hər ikisi dağlıq rayondur və hər ikisində də neft yatağı yoxdur. Ərazilərində civə yataqları yerləşir. Bu doğrudur hər ikisi üçün. Laçında olan civə yataqlarımıza Gilgəssə və Narzanlı, Kəlbəcərdə olan civə yataqlarımıza Şorbulaq, Ağyataq və Levçay yataqlarını deyə bilərik. Yük və sərnişin daşınmasında əsasən dəmir yolu nəqliyyatından istifadə olunur. Bildiyimiz kimi dəmir yolu nəqliyyatı dağlıq rayonlarda inkişaf eləməz. Ona görə bu yanlışdır. Ərazilərində hündürlüyü 2000 metrdən çox olan zirvələr var. Bu doğru fikirdir. Hər ikisi Qarabağ vulkanik yaylasında yerləşir və Qarabağ vulkanik yaylasında 2000 metrdən yuxarı zirvələr mövcuddur. Yay otlaqları mövcuddur. Bildiyimiz kimi dağlıq rayonlar olduğu üçün yay otlaqları mövcuddur. Ona görə burada düzgün cavab olacaq 3, 5 və 6.